Burada oturanlar hamısı elə bilir ki, hamısı da olmasa çox elə bilir ki, ölüm qonşu üçündür ancaq. Elə bilir qonşular ölür də, bilmir ki, bizdə kiminsə qonşusu yox. Filan kəs rəhmətə getdi, filan kəs rəhmətə getdi. Bir gün mənim üçün də deyəcək, filan kəs rəhmətə getdi. Özdə belə də çox da şey eləməyəcək. Doğrudan, bundan başqa bir reaksiya da olmayacaq. Bu ömrün nəticəsində bu olacaq. Biri A, biri E məsələn öldü. A, E ilə bitəcək. Amma baxasan deyir, bir nəfər danışırdı ki, deyir, çox günahkar bir adam idi. Şeyx Mürtəza Zahid də alimlərimizdən biri deyir, onu qaldırdılar cənazəsini, aparanda deyim, mən baxdım və deyir, o andan dəyişdim. Ondan sonra həmişə deyirdi ki, bir ölü məni diriltdi. Bir ölünün doğrudan ibrətlə insan baxsa, bir dəfn mərasimi kifayətdir. Çox da sözə ehtiyac yoxdur, danışmağa ehtiyac yoxdur. Buyurur ki, qəlb paslanır, Peyğəmbər sallallahu buyurur. Qəlblər də dəmirlər kimi paslanır. Onları təmizləmək üç yolla olur. Bir Quran oxumaqla, bir moizə eşitməklə, bir də ölümü yad eləməklə. Ona görə də həftədə bir dəfə deyir, ən azı gedin moizə eşidin. Moizə eşidin. Layiqli adam tapasız Allah eləsin, məndən canınız qutarsın, nəfəsi pak adam ki, bir sözü ox kimi ürəyinizə batsın, müsbət mənada, bir sözü sizi dəyişsin. İndi yoxdur, düşüb bizim əlimizə yenə də bizim o kimdən ki sözlərini nəql edilir, onların hörmətinə gəlin və dinləyin. Həftədə ən azı bir dəfə deyir, moizə eşitməyən, cümə xütbəsində iştirak eləməyən adama uf olsun, uf ərəblərdə təəssüfü bildirir. Yəni, təəssüf olsun o insanın halına, vay o insanın halına. Çünki təkcə bilmək kifayət deyil, siz insanın eşitməyə ehtiyacı var. İnanın, bəzən bir cümlə taleyini dəyişə bilər adamın. Vallahi, mən çox oxumuşdum, çox danışmışam, bir yerdə oxumuşdum bunu. Yəqin ki, çox eşitmiş olarsınız. Bir bizim böyük alimlərdən, müctehidlərdən birinin adı Cahangir xan Qaşqai. Eşitmiş olarsınız. Başına da əmmamə qoymayıb heç zaman. Buxara papaqda gəzib. Amma müctehid olub. Böyük fəqih olub. 40 yaşına qədər tarzan olub bu. Tar çalıb. 40 yaşına qədər dindən uzaq adam olub. Ümumiyyətlə, dindar olmayıb. Deyir, tarı xarab olub, gəlir tarını təmir eləməyə. Kənddən gəlir İsfahana tarını düzəltməyə. Tar əlində gəlir, bir ağsaqqal kişi deyir, burada tar təmir eləyən yer haradadır? Deyir, dedi ki, bu göstərirdi, gedərsən falan, orada tar təmir eləyirlər. Deyir, gedəndə dedi, amma oğlum, bu 40 yaşında idi, o yaşlı